başlığı birlikdə tərcümə eləyək. Bax, bunu ekranda paylaşmışam sizdən. Aha, hekayənin başlığını tərcümə eləyək. Sehirli quş və gözlənilməz arzu. Aha, sehirli. Sehirli müəllim. Aha, magic. Magic bird. Magic bird. And And gözlənilməz unexpected. unexpected dream. Gözləmək bax, gözləmək expect. Gözlənilən expected, gözlənilməz unexpected, wish, arzu. Aha. Wish. İndi tərcümələrini belə başqa şeritlə yazaq ki, aydın görünsün. Aha, belə bu formu. Bir zamanlar, aha, birinci Once upon a time. Ay, sağ ol. Elə hər cümlənin altında yazaq ki, hər biri rahat görünsün. Bir zamanlar uzaq bir kənddə once upon a time. Bir zamanlar uzaq bir kənddə. For the village. Uzaq bir kənddə. Kənddə. Dadə. In the village. Far away. Far away. Kənd. Village. Aha. Əli adlı kasıb. Named Paul Əli. Yox. Birinci bax, named Ali deyəcəyik. Əli adlı. Named Ali. Ondan əvvəli yazmalıyıq ki, gələk, mehriban, kasıb bir oğlan, amma mehriban, adlı Əli bu formada gedəcək. Kasıb. Paul. Aha. Paul. Qarşı mehriban bir oğlan yaşadı. Aha, amma. But life. Yox. A kind boy. Kind boy. Aha, indi deyirsən adlı. Named Ali. Named Ali. Orada yaşayırdı, yaşadı. Yaşamaq. Life. Lived there. Aha. İndi ikinci cümlə. O hər səhər meşəyə gedər, odun toplayıb şəhərdə satardı. Hər səhər, every morning. Aha. Kim? He. Aha. Meşəyə gedər. Go to the forest. Keçmiş zamandan danış. Keçmiş zamandır. Bəli, keçmişdən. Went to the forest. Aha. Odun toplayıb. Toplama müəllim, collect verməkdə. Bəli, Collected wood. Aha. And sell in the city. Keçmişdə. Sold. Onu satırdı. Wood da sayılmadığına görə it verəcəyik. Sold it. Şəhərdə. İti niyə verdik? İti niyə? Onu satırdı da. Yəni yığdığı odunu. Odun da sayılmayan olduğuna görə it veririk. İt veririk. Aha. Bir gün. One day. Meşədə in the forest.
Kanadı yaralanmış parlak renkli bir kuş tattı. Bir gün. One day in the forest he found Aha. In the forest. Kim? bird O. Neynədir? tattı. Found. Found Nə tapdı? ne tattı? Kanadı yaralanmış parlak renkli bir kuş. Aha. İndi quş. Bird. İndi biz bunu Bird. təyin eləyəcəyik. Necə quş? Parlaq rəngli bir quş. Bright. Artiklını verək. Bright. Brightly. Rəngli. Colored. Colored. Kesmiş tabii. Aha. Colored. Rəngli. Bird. Sonra Bird. yaralanmış. Kanadı Qanadı. yaralanmış. Qanadı yaralanmış. With-lə verəcəyik. Qanad nədir? Wing. İndi Qanad. deyirik yaralanmış. Yaralı nədir? Yaralı. Injured. Enjoy. Aha. Qanad da bir dənə sayılan olduğuna görə artiklını verməliyik. Bəli. And enjoy. Sonra kuş elə gözəl idi ki, sanki göydən enmişdi. Aha, burada bir ifadə var. The bird. Sankini tapacağıq. Quş, the bird. Bax, niyə görə the artiklı verdik? Çünki artıq quşun adını ikinci dəfə çəkirik. Oldu mu? The bird. Elə gözəl idi. Ay, sağ ol. Was beautiful. Aha, elə gözəl. So, Elə so gözəl. beautiful. Beautiful. Bax, bu ifadə Sanki yenidir. göydən enmişdi. Sanki as if olacaqdır. Sanki as if. As it. As if. O harda? Göydən enmişdi. Sky. Göydən enib, göydən gəlib. Feeling sky. İndi quş. The bird. İndi təkrar eləmirik də. Əvəzliklə ifadə eləyək. Bir dənə quş olduğuna görə it. Aha. Şey deyəsiydin. Aha. Gəlib, göydən gəlib. Göydən enmişdi. Came. Sky. The sky. Yox. Gəlib hələ birinci. Came from. It. Mübtəda. Came from xəbər. The. Sky. Səmadan enib, səmadan gəlib. Aha. Ya, bunu da dəyişək. Bunu. Tərcümə elədiyimiz yerlər seçilsin. Xədicə. Bəli, müəllim. İkinci adı oxuyuram. Əli. Əli quşu evdən apardı, onu sağaltdı, yem verdi və qorudu. Mübtədam. Əli Xəbər. took the bird home. Tamamlığım. The bird. The bird. The bird. Hara apardı? Hara apardı? Evinə. Home. The bird home. Aha. Sağaltdı onu. Xəbər tamamlıq. Heal it, fed it and protected it. Aha. Yedizdirmək, yemləmək fiil keçmişi fed olacaq. Fed it və and qorudu. Protected it. Protected it. Daha sonra Bir bir neçə gün sonra quş danışmağa başladı. bir neçə gün sonra. A few days A few days sonra. Later. Quş. Quş danışmağa başladı. The bird began to speak. The bird
The bird başladı. Nə etdi? Started danışmağa. To speak. Danışmaqda speak. Deməli, söz sırası necə gəldi? Yenə mübtəda, xəbər. Xəbər. To speak. Gördünüzmü? İki fiil də yanaşı. Heç nəsiz yanaşı gələ bilməz. Mütləq ikinci fiilimiz ya to ya da ing ilə işlənməlidir. A few days later, the bird started to speak. Aha. Sən mənim oxumu. Aha, deyən düşün bulan. Aha, Sən məni xilas etdin. sən. You saved me. Sən, you, Aha, biz bunu xilas etmək istəyib. 6-cı sinif sözlərində əzbərləmişik. Zamanda olduğu üçün də ed artırılır. Saved me. Aha, save me. Mən sehirli bir quşam. I am, Magic. Magical, bəli. Bird. A bird. Bird. E'sini də öndə yazırıq. Həmişə article birinci gələcək. Ondan sonra sifət, daha sonra isə isim gələcəkdir. Aha, bir arzu dilə. Make a wish. Aha, burada tırnaq işarəsində qoyaq. Aha. Sən I will make a wish, yaxud make one wish. Fərq eləmir. One wish. Və mən o... and Aha. I will forgive. Onu edim, onu yerinə yetirim, grantla da verə bilərik. Yaxud da will grant it ya da mən onu sənin üçün edim. I will make it for you. Sənin üçün edim. Oldu mu? Oxuyum mənimə davam. Aha, oxu. Əli bir gün bir an düşündü. Əli bir an moment Yox, xəbərim gəlsin. Düşündü. Thought. Aha. for a moment Aha. düşündü. Sonra kızın ev vardığında istəyə bilərdi. Aha. He could have asked for gold. Qızını İstəyə bilərdi, yəni arzulaya bilərdi mənasında verib də. Wish, yaxud wanted də versəz elə böyük bir səhv olmaz. Wish, nə? For, qızıl. for gold and how Var dövlət. Ət yoxdur. Var dövlət. Wealth. wealth. Aha. Daha sonra amma o gülümseyerek dedi. Aha. O but he smiled. Kesin zamanda olsun ed artırır. And Var. say. Aha. And said. Və dedi. Sinoplar. Və dedi. Mən sadəcə- sadəcə Aha. mən sadəcə anamın hər zaman olmasını istəyirəm. Mən Sadəcə. just want Only. Aha. my mother to always be and happy. Want da verə bilərik, wish da verə bilərik. For my mother. Olmağını, olmasını. To, həmişə. To, həmişə, hər zaman. To, always.
will always be healthy and happy. Healthy and Happy. aha. Zəhra. Ertəsi gün Əlinin anası Yox, quş gözlərini İləri yumdu. çəkdi. Quş gözlərini Hə, yumdu. quş gözlərini yumdu, qanadlarını çırpdı və bir parıltı ilə gözdən itdi. Aha. Quş Zebra yumdu. Bağladı yəni. closet it Closed. Nəyi? Gözlərini. Öz gözlərini. Yes. Its Eyes. eye. Quş da bir dənə oldu, ona görə yiyəliyini itslə verəcəyik. Eyes. Sonra qanadlarını çırpdı. Qanadını çırpmaq. Flap Flap. dedik, wing, Flap. qanadlarını wings. Aha. Öz qanadlarını its wings. Its wings. Aha. Və gözdən itdi, yoxa Gözdən çıxdı. itdi. Yoxa çıxmaq, gözdən itmək. Ortaya çıxmaq, meydana çıxmaq nə idi? Appear. Yoxa çıxmaq disappear olacaq. Disappear. Aha, gözdən itdi, yoxa çıxdı. Disappeared. Sigan. Parıltı ilə. In a flash of light. Light. In a flash of light. Aha. Ertəsi gün Ertəsi gün Əlinin anası illərdir çəkdiyi ağırlıqdan tamamilə sağaldı. Ertəsi gün Next day. the next Əli Mazər yəni növbəti gün. The next day Əlinin anası Alice Mazər tamamilə sağaldı. Was tamamilə completely sağalmaq. Healed ağrıdan. Və burada illərdir ki çəkdiyi ağrıdan. Burada ağrı sözünü təyin eləyibdi. İllərdir çəkdiyi, yəni illərdir əziyyət çəkdiyi. Xilas oldu nədən? Ağrıdan. From the pain. Hansı ağrıdan? Onun illərdir ki əziyyət çəkdiyi. Bax, indi bu hissəni qara ilə yazacağam. Ağrı sözünü, ağrı, bir cümlə ilə təyin eləyəcəyik. Hansı ki, ağrılar. Onun illərdir əziyyət çəkdiyi. Kimin? Ananın. Mübtəda. She. Əziyyət çəkmək. Əziyyət çəkmək sufferdir. Suffered from. Suffered, ağrını öndə vermişik. Suffered. İllərdir ki. For years, bəli, illərdir. Baxın, buradakı she had suffered for years. İllərdir əziyyət çəkdiyi. Nə? Ağrı. Hansı ağrı? İllərdir əziyyət çəkdiyi. İsmi veririk, sonra ondan sonra cümlə şəklində verib təyin edirik. Ağrıdan sağaldı. Hansı ağrıdan? İllərdir əziyyət çəkdiyi. Oldu mu? İndi növbəti cümlə. Üstəlik, kəndin insanları Əlinin yaşlılığına görə ona kömək etməyə başladılar. Aha. Kəndin insanları People of the village. of the village də verə bilərik. Kəndli də deyə bilərik. Kəndli.
Kənd nədir? Village. Village. Kəndli villager. Artırırıq. The villagers. Aha. Xəbərim nə olacaqdı? Başladı. Bəli. Started. Nəyə başladı? Kömək etməyə. Kömək, ona kömək Helping. etməyə. Helping, ha olsun. Helping, ona kömək etməyə. Obyektim. Ali, kişi cinsi him olacaq. Ali. Helping him, deməli, yaxşılığına görə. Kindness. Bəli. Because. Ay, sağ ol. Burada because, görə, səbəbindən because of verə bilərik. Due to da verə bilərik. Ən yaxşısı because of olacaqdır. Because of his kindness. Kindness. Şimdi burada üstəlik, hətta bu mənada verə bilərik. Hətta the villagers even, hətta deyir, başladılar ona kömək etməyə. Even, üstəlik. Buna yaxın mənalı bu formada verə bilərik. Aha, sonra. O az müddətdə həm hörmət qazandı, həm də xoşbəxt bir həyat qurdu. Aha. Short time deyirik, qısa vaxtda. Bəli. In. Short time olar qısa vaxt. Bəli, olar. In a short time. Neynədir o? Qazandı. Him. Hörmət qazandı. He qazandı. Gained. Sonra bəli. Earned də olar. Gained. Həm də Qazandı. xoşbəxt bir həyat qurdu. And Yox, hələ tamamlığımı a verirəm. happy life. Hələ tamamlığımı verirəm. Qazandı. Nə qazandı? Hörmət. Respect. Aha. Respect və neynədir? And xoşbəxt həyat qurdu. Qurmaq, yaratmaq. Build, bəli. Təkcə bina tikməklə verməyəcək də nəsə bir şey qurub yaratmaq mənasındadır. Xoşbəxt həyat. Happy life. Happy life. life. Belə. Müəllim, lüğətdən bir səhifə az olur. Mən 9-dan falan bir səhifə götürüm.